Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugün pomidor turşusunun necə hazırlandığını sizlərlə paylaşıram. Elə isə keçək hazırlanma qaydasına. Bunun üçün bizə lazımdır acı və şirin biber, sarımsaq, qara istiot, şüyüd şaxı, reyhan, kərəviz və əlbəttə pomidor. İlk öncə videoda göstərdiyim kimi şüyüd şaxını qatlayıb bankanın içərisinə yerləşdirirəm. Bir neçə dənə dəfnə yarpağını da bura əlavə edirəm. Sonra qara istiotu və 1-2 diş sarımsağı da bura əlavə edirəm. Və artıq pomidorları yerləşdirməyə başlaya bilərik. Qeyd edim ki, bankanın ölçüsü 2 kiloqramdır. Pomidorların yanına şirin biberləri də yerləşdirirəm. Turşunun daha gözəl görünməsi üçün biberləri bu cür doğramışam. Soyuducuda biraz lobya da var idi. Ona görə istədim ki, bankaların bəzilərini lobyadan da yerləşdirim. Qeyd edim ki, belə də ləzzətli olur. İndi isə bankaların üzərindən qap-qaynar su tökürəm. Bir məlumat da vermək istəyirəm ki, mən bu turşuda uksusdan istifadə etmədim. Amma təbii ki, bu istəyə bağlıdır. Ardından qaynayan suyu töküb bankaları ocağa yerləşdirirəm. Bu formada bankaları 15 dəqiqə qaynadıram. Qaynadarkən bu cür dəsmaldan istifadə etməyimin səbəbini soruşsaz, deyim ki, bu bankaların sınmaması üçündür. Və əlbəttə ki, bu məlumatı bilməyənlər üçün qeyd etdim. İndi isə hər bir bankaya 2 silmə yemək qaşığı duz əlavə edirəm. Qeyd etmək istəyirəm ki, əgər videolarımı izləyib faydalana bilirsinizsə, mütləq bəyənməyi unutmayın. Bu sizin üçün kiçik görünsə də mənim üçün çox önəmlidir. İndidən bəyənən, bəyənəcək olan hər kəsə təşəkkür edirəm. Bankaya bu cür əlimlə vurmağımın səbəbi içində havanın qalmaması üçündür. Bütün turşu bankalarını qaynatdıqdan sonra hamısının ağzını yaxşıca bağlayıram. Burada isə çox möhkəm bağlamağa diqqət edirəm. Beləliklə turşunun qoyulma prosesi başa çatdı. Bundan sonra isə qışda açıb nuş eləyə bilərsiniz. Bura qədər videomu izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm və ümid edirəm ki, video sizin üçün faydalı oldu. Bu kimi növbəti videolardan xəbərdar olmaq istəyirsinizsə kanalıma mütləq abunə olun. Növbəti videolarda görüşərik. Hələlik.